Özüm üçün başlatdığım challenge'ın 5-ci gündən hər kəsə salam. Bəli, belə gözəl mehriban şəkildə səhərimizi açırıq. Günə biraz gec başlayıram. Uşaqlar həyətə çıxmışkən fürsətdən istifadə edib, bugün nələr edəcəyimi yazdığım plan dəftərimə baxıb, bir-bir etdiklərimin qarşısına işarə qoyuram. Daha sonra isə keçirəm kitabımı oxumağa. Hələ ki özüm üçün başlatdığım bu 21 günlük rutində səhər tez durmaqdan başqa hər şey edirəm. Telefonda hiss etdi ki, kitabı rahat şəkildə oxuya bilməyəcəm, ürəyə getdi. O da benim ayağıma bir tane top koymuş. Allah tuttu. Ayağımı iki daldı. Ayağımı iki daldı. Benim de. Ana o benim de. Nəysə, heç olmasa bir neçə səhifə kitab oxuya bildim. Bu kitabı oxuyarkən düşündüm ki, bundan sonra bu kitabı oxuyanda və bu kitabdan bəyəndiyim və sevdiyim cümlələri videonun sonunda və yaxud kitabı oxuduğum an sizlə çəkim, paylaşım. Hal-hazırda oxuduğum kitab uşaq tərbiyəsi ilə əlaqəli bir kitabdır. Çox gözəl kitabdır. Mən özümdə bir şeyin də fərqinə vardım ki, əgər evdə hər hansısa görəcəyim bir iş varsa, o an telefonu həmin saniyə tamamilə geri qoymalıyam, qətiyyən baxmamalıyam və tez qalxıb işimi görməliyim. Yox, əgər telefona baxsam, işimin ortasında telefonu əlimə alsam, həvəsim qalmır, işi görmək istəmirəm, artıq iş görməmiş yoruluram. İdmanı da etdim. Daha sonra uşaqlar yatdıqdan sonra isə Quran oxudum. Mən Quranı ən kiçik ayələrdən oxumağa başlayıram. Yəni başdan yox, sonlardan doğru oxuyub araşdırmağa başlayıram. Belə mənə daha asan gəlir. Mən ən sonlardan başlayıram. Kiçik ayələrdən, surələrdən başlamışam araşdırmağa. Belə mənə daha rahat gəlir. Çünki mən Quranın belə tərcüməsini oxuyanda çox da anlamıram. Biraz mənə qəliz gəlir. Ona görə də ChatGPT-də hər bir surəni yazıram, geniş izahını istəyirəm və o qədər gözəl bir şəkildə geniş izahını ChatGPT qeyd edir ki, həqiqətən də çox gözəl dərk edib anlayırsınız surənin nə demək istədiyini, hər bir ayəni tək-tək tərcümə edərək geniş izahını başa salır. Məncə siz də mütləq belə araşdırmağı yoxlayın.